Doktor, yeni ana olmuşlara nə tövsiyələriniz var? Yeni körpəsi olan valideynlər xüsusilə də bu məqamda təlaşlanırlar. Sakit olun. Sakit olmağınız sizin uşağınızın da sağlam böyüməsinə kömək edəcək. Təbii ki, müayinədən qaçınmamalısınız. Nə qədər tez müayinə sizin uşağınızın sağlamlığı üçün mühüm rol oynayacaq. Çünki ilk 7 günündə topuq testi deyilən bir test vardır ki, bu uşağınızı gələcəkdə genetik xəstəliklərin yarana biləcək fəsadlardan qoruyur. Bu 7 günü itirməməyinizi xüsusilə önərirəm. Yeni doğulmuşlarda həmçinin də müəyyən bir zamanla onların check-up'ı üçün müəyyən müayinələr eləyirik. Bayaq topuq testini vurğuladım. Həmçinin bu çanaq müayinəsi çox vacibdir. Bu çanaq müayinəsi unutmayaq ki, o körpələrin gələcəkdə bu çanaq əlilliyin qarşısını alır, çıxıqların qarşısını alan bir müayinə üsuludur. Bu müayinələr həkiminiz tərəfindən tövsiyə olunacaq və bu müayinələrin vaxtını itirməməyinizi tövsiyə edirəm. Bundan başqa nənələrin, babaların, yəni qonşudan eşitdiyiniz tövsiyələri uşağınıza qəti surətdə etməyin. Bu çox böyük bir zərərlər və fəsadlar verəcək körpənizə. O yüzden də həkiminizi vaxtında seçin və həkiminizin tövsiyəsi ilə uşağınızı böyütməyə çalışın. Bəzən görürük, nənələr uşağın süd vəzini sıxır, absirlərə səbəb olur. Göbək yırtığı var deyərək qəpiklər bağlayırlar, bağırsaq keçməzliyi nəticələnəcək fəsadlarla nəticələnir. Və ya da ki, uşaq böyük bayıra gedə bilmir, uşağa lazımsız dərmanlar və ya da ki, hər hansı bir bitki suları verirlər ki, bu da tam tərsinə uşağın bağırsaq florasını pozur. Şirin çaylar verən nənələr gördük ki, bu da uşağın sağlamlığı üçün ciddi bir problemlər yarada bilər. Əziz valideynlər, körpə deyib keçməyək, unutmayaq ki, yetişkin bir şəxsin sağlamlığı məhz o körpə dönəmindən başlayır. Bu dönəmdə atlatdığınız sağlamlıq rutin müayinələri gələcəkdə fəsad olaraq qabağınıza çıxacaq. Uşaqlarımızın sağlamlığına məsuliyyətli yanaşaq, onlar bizim gələcəyimizdir.